Bu ismi sualları nə oldu? Əslində biz burada müəllimlərə belə deyirik ki, uşağı sadəcə həmin gün nə öyrəndiyini e, refleksiya düşündürməliyik. Bəli. İndi siz də belə bir tapşırıq vermisiniz. Yəni bu əslində bizim dərslərdə istifadə etməli olduğumuz şeylərdir. Bəli. Sadəcə kağız üzərində qalmamalıdır. Biz şeydə öyrənirik, sertifikasiyada əzbərləyirik, MİQ imtahanında əzbərləyirik, amma elə kitabda da qalır. Yəni bunların heç birini bəzən məsələn bu təkcə dərs barədə yox, nəzəriyyələr olsun, uşağın şəxsi inkişafı olsun. Bəzən o elə öyrəndiklərimiz kitabda qalır. Amma əslində tətbiq etməliyik. Bəli, refleksiya olaraq biz təlim nəticəsi olaraq interaktiv təlim, dərsə cəlb olma və refleksiya haqqında danışdıq. Ümumilikdə özünüzü refleksiya etdinizmi? Bu dərsdə nələri öyrənmiş oldunuz? Nələrin öyrənməyi üçün hələ aydınlaşdırmanıza ehtiyac var? Refleksiya etdinizmi özünüzü? Bəli, müəllimə düşündüm ki, inşallah işləyəsi olsam, hələ bilmirəm. İmtahan nəticəsi necə olacaq, amma və bunları tətbiq eləyəcəyimi düşünürəm. Aha, aydındır müəllimə, çox sağ olun. Müəllimlər, qısa olaraq refleksiya haqqında bir məlumat da bildirim ki, yəni bizim yaddaşımız bilirsiniz ki, qısa müddətli və uzun müddətli yaddaş olur. Məsələn, şagirdlər səhər 1-ci dərs məlumat aldılar, öyrəndilər. Sonuncu, 4-cü dərs, 5-ci dərs yorulanda artıq yeni nələrsə, hər hansı bir məlumat alanda onlar artıq limit dolur, beyin də yüklənir də. Artıq o qısa müddətli yaddaşda öyrəndikləri silinir. Bu eynilə siz imtahana hazırlaşırsınız. Eynilə də hər kəsə aiddir bu. Məsələn, məlumatları öyrəndiniz indi dərs prosesində, düzdürmü? Dərsi izah elədik, öyrəndik, hardasa bir müzakirə oldu, qısa da olsa. Sonra biz bunu refleksiya etməsək, bu yaddaşdan silinir. Qısa müddətli yaddaşdadır. Hələ ki, sizin bu aldığınız yeni məlumatlar qısa müddətli yaddaşdadır. Və biz artıq refleksiya etdikcə, refleksiya edəndə artıq qısa müddətli yaddaşdan biz uzun müddətli yaddaşa ötürmüş oluruq. Çünki özümüzün nələri öyrəndik, nələri öyrənmədik, nələr ki qaranlıq qaldı, onları sonra aydınlaşdırırsınız və refleksiya etməklə qısa müddətli yaddaşdan artıq uzun müddətli yaddaşa ötürürsünüz. Ona görə də refleksiya çox önəmlidir. Yəni, dərs prosesində, istər dərsin əvvəlində olsun, sonunda olsun, şagirdlərin refleksiya etməsi olduqca vacibdir. Bu qədər müəllimlər, növbəti dərsimizə keçirik.